Salam, mənim adım Samuel Schropferdir. Mən Səudiyyə Ərəbistanında yaşayan Amerika vətəndaşıyam. Mən buraya 2011-ci ilin noyabrında İslam və ya Muhammed Peyğəmbər haqqında heç bir məlumatım olmadan gəlmişəm. Bunlar haqqında eşitdiklərimin çoxu son dərəcə mənfi yönümlü idi. Amerikada xəbər kanalları müntəzəm olaraq terror xəbərlərini sensasiya edərək öz efir reytinqlərini artırmaq üçün istifadə edirlər. Belə ki, hər 30 dəqiqədən bir dəhşətli bomba partlayışı, qan tökülməsi və qətl hadisələrinin şahidi olurdum. Məsələn, bu yayımlarda çox vaxt bir müsəlman qruplaşması başqa bir müsəlman qruplaşmasına qarşı vuruşur. Qətl və baş kəsmə baş verdikdə həmişə Allahu Əkbər, Allahu Əkbər, Allah ən böyükdür kimi çağırışlar səsləndirilirdi. Məni Səudiyyə Ərəbistanına Safi Kostas Q layihəsi kimi tanınan bir layihənin üzərində işləmək üçün dəvət etmişdir. Dr. Kostas istəyirdi ki, Amerikalı gənc nəsil üçün Qurani Kərimin tərcüməsinin yeni və asan bir Amerikan versiyasını hazırlasın. Mən ərəb dilində oxuya və danışa bilmədiyim üçün heç bir tərcümə işi görmürdüm. Məni sadəcə İngilis tərcüməsini yoxlamaq üçün dəvət etdilər. Bu, Quranın yeni təfsirinin asanlıqla başa düşüldüyünə əmin olmaq məqsədi ilə edilirdi. Əlbəttə ki, işim Quranın təkrar oxunmasını tələb edirdi. Təsəvvür etdiyiniz kimi İslamdan xəbərsiz olduğum üçün yüzlərlə şəxsi suallarım var idi. İsa'nın Quranda tez-tez xatırlandığını görəndə şoka düşdüm. İsa Peyğəmbər Quranda ən üstün peyğəmbərlərdən biri kimi təqdim edilirdi. Qurani Kərimdə bakirə qadının doğum hekayəsi də xatırlanırdı. İsa'nın etdiyi möcüzələrin çoxunu mən Quranda tapdım. Hətta Qurani Kərimdə İncildə xatırlanmayan İsa'nın bir neçə möcüzələri də var idi. Axşamlarım əsasən Doktor Safinin ofisində qurulmuş bir yataq otağında təklikdə keçirdi. Gecələr həmin binanın eyvanında dayanardım və insanların sıx olduğu bulvarı seyr edərək məscidə baxardım. Azan səsini eşidirdim. Məscidə gələn və məsciddən çıxan kişi və qadınları görürdüm. Uşaqlar məscidin avtomobil dayanacağında futbol oynayırdılar. Minarə istisna olmaqla, bu məscid mənə Amerikadakı sıravi bir xristiyan kilsəsini xatırladırdı. Qəlbimdə o məsciddə olmaq hissi yarandı. Tanrı tərəfindən ora getməyə təşviq olunduğumu hiss etdim. Bir neçə aydan sonra küçəyə çıxmaq və Təqva məscidinin qapısını döymək cəsarətinə gəldim. Bilirsiniz ki, heç kim məscidin qapısını döymür. Adətən insanlar istənilən məscidin qapısını açırlar və içəriyə doğru addımlayırlar. Ancaq mən bu əməlimin necə qəbul ediləcəyinə əmin deyildim. Beləliklə, kiminsə gəlib qapını açmasına qədər onu döyməkdə davam etdim. Qapını açan şəxs sadəcə sizə kömək edə bilərəmmi, deyə soruşdu. Mən isə belə dedim. Mənim adım Samueldir. Mən Amerikalı xaçpərəstəm. İçəri daxil olsam olarmı? O əllərini açıb məni qucaqladı və dedi, əlbəttə, buyurun, içəri keçin. 3 gün ardıcıl olaraq namaz vaxtı məscidin arxasında oturdum. Baş verənləri başa düşmürdüm. İmamı ayaq üstə qiyamda və ruku halında görürdüm. Başlarını yerə qoyaraq imam cəmaata namaz qıldırırdı. Baş verənlər haqqında az məlumatım var idi. Ancaq o məsciddə Allahın varlığını hiss etdim. Təqva məscidinin imamı mənə qarşı çox mehriban idi. 3 gündən sonra Şafidən soruşdum ki, mənə Quranın ilk surəsini, Əl-Fatihəni öyrədə bilərmi? Bu, 5 vaxt namaz qılmağın vacib hissəsidir. Fonetik səslənməsini əzbərləyirdim, amma hələ də mənasını anlaya bilmirdim. Beləliklə, ayənin sözlərini əlimdə olan İngilis tərcüməsi ilə müqayisə etməyə başladım və Əl-Fatihədə həqiqi xristiyanlığa zidd olan heç bir şeyin olmadığını anladım. Orada pak və uca Allahın, mərhəmətlilərin ən mərhəmətlisi və bağışlanma əta edən olması barədə ruhlandırıcı sözləri oxudum. Quranın sözləri və Təqva məscidinin cəmaatının göstərdiyi məhəbbət qəlbimə güclü təsir etdi. Daha sonra Doktor Sadiq Maliki məni Ciddə şəhərinin Əl-Həmra qəsəbəsində yerləşən İslam Təhsili Vəqfinə apardı. Məhz burada mən sonralar kəlime-i şəhadət gətirdim. İslama görə biz hamımız bərabərik. Heç bir insan digər bir insandan üstün deyildir. Arada alimlər var, lakin onların rolu elm istiqamətindədir. Tanrı ilə münasibətə gəlincə isə bu birbaşadır, yəni ki, vasitəsizdir. Din özü özlüyündə sadə və açıqdır. Burada cəmi 6 məqama diqqət çəkilir.
Birincisi, başka varlıklardan fərqli olan yeganə və həqiqi Allahın var olmasına iman gətirməkdir. O nə doğub, nə də doğulub. Yəni ki, onun nə həyat yoldaşı var, nə də övladı. O heç bir şeylə müqayisə edilə bilməz. O hər şeydən qüdrətlidir. O hər şeyi mükəmməl şəkildə biləndir. O mərhəmətlilərin ən mərhəmətlisidir. İkincisi, mələklərə, yəni ki, Allahın qulluqçularına iman gətirməkdir. Onlar Allahın əmrinə itaət edirlər və əmr olunan hər şeyi yerinə yetirirlər. Onların seçim etmək xislətləri yoxdur. Üçüncüsü, ilahi vəhiylərə, yəni səmavi kitablara iman gətirməkdir. İslam Tanrının bizlərə Tövrat, İncil, Zəbur kimi kitablar da daxil olmaqla ayələr indirdiyini bəyan edib. Lakin əsrlər boyu bu ilahi vəhiylərin çoxu təhrif edilmiş və bir qədər dəyişdirilmişdir. Allahın bizlərə nazil etdiyi Quran-ı Kərimdə də ilahi vəhiylər vardır. Lakin o bu günümüzə qədər heç təhrif edilməmişdir. Allahın ayələrini özündə cəmləşdirən Quran-ı Kərim yenə də öz ilkin formasında qalmışdır. Dördüncüsü, Muhammeddən də əvvəl Allahın göndərdiyi bütün peyğəmbərlərə iman gətirməkdir. Yalnız Muhammed deyil, İbrahimə, İshaqa, Musaya və İsa'ya və yüzlərlə başqa peyğəmbərlərə insanların iman gətirməsidir. Peyğəmbərlərin bəşəriyyətin ən yaxşı insanları olmasına inanmaqdır. Beşincisi, bundan əlavə, müsəlmanlar axirət gününə iman gətirirlər. Belə ki, bu, Allah və onun elçisinin axirətlə bağlı dediklərinin hamısına inanmaqdır. Bura, yaxşı və pis əməllərin yazılması, öldükdən sonra dirilmə, bütün varlıqların məhşər günündə toplanması, qiyamət günü baş verəcək böyük haqq hesab, Peyğəmbərin şəfaəti, cənnət və cəhənnəmə düşmək məsələsi daxildir. İnsanın əsas məqsədi həmin gün üçün xilas axtarışında olmasıdır. Altıncısı, müsəlmanlar taleyin müqəddəratına inanırlar. Yəni ki, Allahın istədiyi şey mütləq baş verəcək və istəmədiyi isə baş verməyəcəkdir. Bu dünya həyatı insan oğlu üçün bir imtihandır. İnsan bu imtihandan keçmək üçün səy göstərməlidir. Qeyd etdiyim bu imanın şərtləri mənə görə tamamilə insan təbiətinə uyğun gəlir. Sonra mən özümə belə bir sual verdim. Bəs insan necə müsəlman ola bilər? Cavabın axtarışı mənə göstərdi ki, İslamın sütunları adlandırılan 5 xüsusi vəzifəni yerinə yetirmək lazımdır. Birincisi, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və digər peyğəmbərlər kimi Muhammed onun elçisidir. Şəhadətinə iman gətirmək və bunu dil ilə söyləməkdir. İkincisi, namaz müsəlmanın həyatının vacib hissəsidir. Müsəlmanlar gün ərzində 5 vaxt namaz qılmaqda sabit olmağa çalışırlar. Bu ibadətlər gündüzü və gecəni əhatə edir. Üçüncüsü, zəkatdır. Bu, müəyyən bir həddi olan və bir ilə kimi sahib olduğun mülkiyyətin 2,5%-ni fəqirlərə, yoxsullara və s. verməyin vacib olmasıdır. Dördüncüsü isə oruç tutmaqdır. Oruc, müsəlmanların həyatının vacib hissəsidir. Müsəlmanlar Ramazan ayında oruç tuturlar və bunu hər il edirlər. Gün çıxandan gün batana qədər hər cür yemək içməkdən və zövcələri ilə yaxınlıq etməkdən imtina edirlər. Həmçinin onlar mübahisə və ixtilaf etməkdən və digər qadağan olunmuş şeylərdən də çəkinirlər. Bu ay bütün müsəlmanlara əvəz olunmaz mənəvi ruh yüksəkliyi aşılayır. Sonda isə həcc gəlir. Bu əməl Məkkə və onun ətraf ərazilərində yerinə yetirilir. Hər bir müsəlmanın borcudur ki, həyatı boyunca bir dəfə də olsa bu ibadəti icra etsin. Bunun üçün həmin şəxsin fiziki və maddi cəhətdən imkanlı olması şərtdir. İnsanlar məndən tez-tez soruşurlar, Sam, sən necə müsəlman oldun? Bizim kilsəmizdə bir kitabxana var idi. Həmin kitabxanada uşaq kitabları da var idi. Anamın təkrar mənim üçün oxuduğu kitablardan biri İbrahimin Tanrısı adlı kitab idi. Həmin kitabda Tamil qövmü və səhraların gözəl və rəngli fotoşəkilləri var idi. Anam mənə İbrahimin anasını və atasını bütlərə ibadət etdikləri üçün Allahın əmri ilə tərk etməsi hekayəsini izah edərdi. Ara sıra dayanıb deyərdi, Sam, sən həmişə İbrahimin Allahına dua etməlisən. Yalnız bir həqiqi Allah var,
O da İbrahimin Allahıdır. Mənim Allaha bağlılığım gənc yaşlarımdan bəri güclü və davamlı olmuşdur. İndi isə bir vaxtlar zoraki hesab etdiyim bir inancın İslam dininin kamil sülh dini olduğuna əminəm. Mən digər müsəlman qardaş və bacılarımın həmrəylik sıralarında dostluq və ümid yeri tapdım. İndi mənim imanlı bir ailəm var.